Bugün düz 10 il ötür ki aramızda yoxdur. 20-ci əsrin 60-cı illərindən 2015-ci ilədək Azərbaycan Dövlət Pedaqoji Universitetində müxtəlif vəzifələrdə riyaziyyat fənni üzrə pedaqoji fəaliyyətdə olub. Bu zaman ərzində yüzlərlə qəzet və jurnallarda məqalə, minlərlə tələbəyə dərs deyən, ona yaxın kitab müəllifi olan Quliyev Əsab Aslanoğlu sözün əsl mənasında fədakar və şərəfli pedaqoq kimi ömür sürüb. Əsab müəllim həyatın ona verdiklərindən razı qalan, dünya malında gözü olmamaqla yanaşı, müasir Azərbaycan dünyada tutduğu yerə minnətdar olduğu irsin daşıyıcısı və nümayəndəsidir. Ölkəmizin əməkdar müəllimi, hər zaman xatirələrdə olan, həcc ziyarətində olan Əsab müəllimə minnətdarlıq bildirirəm və Allahdan rəhmət diləyirəm. Təşəkkür.